Videonun qoşulu. Sağ klik, new folder attım bura, gəldim bura. Index.html bir dənə də app.js burada da script. JavaScript necə cür qoşmaq olurdu? İki cür. Həm badin aşağısında, həm də ki hidin içində. Amma ən işləyəcəyi hidin içində. Script source, bura app yazdım. Bir də hansı atribut yazırdım. Enter. Tamam. Şimdi baxa bilərsiniz. Baxın ki, onun şey işləyər. Şeydir, birdən başa düşməsin, təzədən biz başlamaq şeydir, uzun çəkəcək. İki işlən qaldı, onu öyle işləyərsin. Gəldik bura, data tiplərini keçdik. Sənin sual cavab gələn dərs eləyərəm. Çatdırsan bu dərs eləyərəm, olmasa gələn dərs. Data tipləri ikiyə bölünür, primitiv referensini. Bugün primitiv tiplərin çevrilməsi haqqında danışacağıq. Gəldim bura, qoşdum JavaScript-i, keçdim bura. Məsələn, yazıram let A bərabərdir 5. Bunun type-ına necə baxırdıq? Gəldim konsolda type of A yazıram. Gəl kod run eləyirəm. Gəl konsolda baxdım ki, type number'dır. Düzdür. Biz tipləri dəyişə bilərik. Bunun üçün bir neçə yol var. Məsəl üçün, mən bu 5-i stringə çevirmək istəyirəm. Gəlirəm bura, yazıram ki, A bərabərdir string mötərizə açdım A yazsın. Gəlib mən artıq konsolda type of A-ya baxsam, görəcəm ki, dəyişdi type string olur. Tamam. Birincisi budur, string. İkincisi var, toString. O necə yazılır? Bunu təzədən buradan, bu qalsın, həmişə buranı silət göstərəcəm də. İkincisi belə yazılır. A bərabərdir toString A. Yenə gəlib, baxıram konsolda, string çevrildi. Number stringə çevrildi. Tamam. Bu stringə çevirmək iki cür olur. String to string. Daha sonra keçdik number'a çevirmək. Gəlirəm bura. Yazıram web, məsəl üçün A bərabərdir dırnaq içində 5. Bunun gəlib type of-una baxıram ki, konsolda. Bunun type-ı stringdir. Bunu number'a çevirmək üçün 3 yolu var. Birincisi A bərabərdir number A. Gəlib konsolda A-nın type of-una baxsam, görəcəm ki, artıq type number. Birincisi bu. İkincisi parse int. Parse int adı. Gəlib baxıram, bu da number'a çevirdi. Üçüncüsü parse float adı. Baxıram, bu da number'a çevirdi. Diğer spesifik 3 dənə niyə var? Gəldik bura. Təzədən qaydıram number. Bura gəlib yazıram 5.75 kəsr ədəd yazdım. Baxıram konsola. Burada type of yox, başqa şey göstərəcəm. Özünü göstərəcəm anın ki, görə bilək. Gəlib baxıram. Kəsr ədədi, kəsr stringi number'a çevirə bildi. Düzdür, tam şəkildə çevirdi. Bu okey. Deməli, nə oldu? Həm tam stringi, həm də kəsr stringi number'a çevirə bilir number. Gəldim, parse int-lə yoxlayıram. Baxıram. 5-i onsuzda çevirir. Çünki bax number yazmış. Düzdür. Gəldim bura 5.75 yazdım. Baxıram, artıq kəsr hissəni çevirmir, tam hissəni çevirir. Kəsri tullayır. Parse int kəsr çevirmir. Daha sonra gəldim bura parse float yazıyorum. Parse float. Gəldim yenə, buranı 5 göstərəcəm. 5-i çevirdi. Gəldim yenə 5.75 yenə yazdım. Bunu da çevirdi. Ters parse float'la number eyni iş görür. Onda niyə 2 var? Bir dənəsi olsun. Gəldik bura. Bura yazıram 5B. Bu stringdə düzdür yenə də.
Gəlib bunu parse floatla yoxlayıram, baxıram ki, beyni tulladı 5-i number'a çevirir. Amma gəlib bunu number'la yoxlayanda cavab non çıxacaq. Non. Non nədir? Not a number. Yəni bu rəqəm deyil. Gəlib oxuyur ki, bunu string kimi tanıyır. Bunu number'a çevirə bilmir. 5B. 5 orta çevirir, amma 5, BC, ABC nəsə yazsam, məsəl üçün. Yanında bir dənə string söz varsa birləşdirəcəksə, artıq bunu yəni number'a çevirə bilmir, bacarmır. Ona görə non yazır. Non sözünün açılışı not a number sözlərinin baş hərfləridir. Məsəl üçün, bura gəlib hello yazdım, cavab nə çıxacaq? Əgər bir şey number'a çevrilə bilmirsə, cavab non çıxacaq həmişə, yadda saxlayın. Stringlə number'a çevrilmək yadda qaldı. Asan dərsdir, bir dənə o terminləri bilməlisiniz. Yox. Bu belə, bu belə, bu belə getdik. İznan. İznan sual verir. Bunun yenə nəzəriyyəsini atacağım. Gəldim bura. Konsolda yazıram ki, iznan A. İznanı necə göstərir? Belə. Sağ olun. Let A bərabərdir hello. Bu stringdir, düzdür. Gəlib konsolda iznanla sual verirəm ki, A number deyilmi? Cavaba baxıram, cavab true qaytardı. Əgər bir şey number'a çevrilə bilmirsə, iznanla həmişə yoxlayın, cavab true çıxacaq. Yadda saxlayın. Əgər bir şey number'a çevrilmirsə heç vaxt, cavab həmişə true çıxacaq iznanla yoxlayanda. İznan yəni harada görürsünüz, birincisi sual verir ki, bu number deyilmi? Elə bir sual yadda saxlayın. Çevrilirsə number'a cavab false. Məsələn, bura gəldim, bax stringin içində 5 yazıram. Bu number'a çevrilə bilir də, düzdür, hələlik. Cavab false çıxacaq. İznan deyir. Boolean head split. Stringi bu gəlib bölüb parçalayır. Məsəl üçün, gəldik bura. Bunun içində hello yazdım. Gəldim burada da A.split. Gəl baxın. Split bölüb parçalamaqdır. Məsəl üçün, dırnaq qoydun, içinə heç nə yazmadınsa, hərflərə görə parçalayır. Məsəl üçün, gəldim bura L yazsam, L hərflərinə görə parçalayır. Məsəl üçün, bura gəlib, bax, hello, world, məsəl üçün, 3 dənə söz yazır, my world. Gəlib burada dırnağın içinə boşluq qoysan, boşluqlara görə parçalayacaq. Onda 3 dənə söz göstərəcək. Baxıram, görürüz. Aydın oldu bu da. Split, join. Join'i belə deyim. Join'i burada tutmayasın. Bəlkə də. Tamam. A.split və join yazıram. Join birləşdirir. Dırnaq üçün yazılır. Join qalsın, join İngili deyil. Bu da qalsın. Template title. Yəni bunu da deyim. Tamam, gəldik bura. Tərs dırnaq, düz dırnaq, tərs dırnaq keçmişdir. Məsələn, gəl burada A bərabərdir 5, yox, B bərabərdir 100 min bərabərdir. Burada fark yazdım. Bir dənə də gəldim konsolda yazıram ki, hello. Bunu username konsolda necə göstərə bilərik? Məsələn, istəyirəm hello fət yazsın da konsolda. Hə. Ya üstə gəlib username yazıram. Gəl baxıram. Belə işte, düzdür. Bu ara qoymaq heç boş deyil. Ya belə göstərə bilərəm. Və yaxud vergül qoyub, düzdür. Bir də var template literal. Bu tərs dırnaqla yazılan bir şey ya konsolda göstərməyə adlanır. O necə yazılır? Məsələn, gəldim bura. Yazıram buraya ki, username. Bərabərdir, tərs dırnaq açdım. Bura yenə fət yazdım, düzdür. Gəldim konsolda. Onu göstərəndə. Shift-lə 4-ü basıram, dollar işarəsi yox. Belə, hə. Shift-lə 4-ü basıram, dollar işarəsi gəldi.
Sonra mötərizəni açdım. Qarşısında hello yazmadı. Hə. Sırf tərs dırnağı gətirib konsola göstərəndə shiftlə 4-ü basırsan dollar aşağısı gəlir. Həmin username burada çağırılacaq. Buna template literal deyilir. Cavab baxıram, belə işləyir. Aydındır. Template literal haqqında. Bunlar artikallara qızım, bu tapşırıqları atıb eləyəcəm. Əslində bu tapşırığı burada verəcəm, gələn dərs. Burada vaxt qoyacam, filan vaxt ərzini işləyərsən. Bu heç bu qalsın burada. Keçdik bugün əsas dərsinə. Əsas dərsimiz budur. Buyurun. İlk yazdım, gəldim. Birinci şərt operatoru. Mötərizədə cavab iki cavabdan biri gəlir. True və ya false. Əgər bu mötərizənin içindəki cavab true çıxarsa, buradakı kod işləyəcək və burada yazılan kod işləyəcək. Əgər false çıxarsa, buradan və bu mötərizədən çıxır çölə aşağıdakı kod işləyəcək. Məsəl üçün necə? Gəlib deyirəm ki, 3 2-dən böyükdür. Gəlirəm konsola, yazıram, düzdür. Burada yazıram, konsolda yanlışdır. İfin strukturu necədir? Əgər bu mötərizənin içində, bax burada şərt yazılır həmişə, şərt. Mötərizənin içindəki cavab true qaytararsa, burada proses olur. Buradakı proses işləyir. Əgər buradakı mötərizənin içindəki şərt cavab false çıxarsa, buranı keçir. If gəlir buranı keçir, oxumur. Avtomatik düşür aşağı else oxuyur. Bu hissəni oxuyur. Bu nə deməkdir? Bu true olarsa bu işləsin, olmasa bu işləsin. Yəni cümlə kimi desəm belə çıxır. Məsəl üçün, bu gəlin konsolda baxıram koda düzdür. Nəyə görə? 3-2-dən böyük saatla çıxdı true, onda bu hissəni işlətdi. False çıxsaydı buranı işləməsin, gəldim bura 3-2-dən kiçikdir yazsın, artıq cavab yanlışdır çıxdı. Tamam, aydındır. Mesela belə bir şey yaza bilərəm. Let number bərabər prompt yazıram. Prompt. Promptdan gələn dəyər hansı tipdə gəlirdi? String. Ona görə mən gələn dəyəri avtomatik number'a çevirəcəm. Prompt yazdım. Burada yazıram number. Gələn dəyər number'a çevrilsin. Burada da yazıram ki, ədəd daxil edin. Tamam. Sonra gəlirəm burada if yazır. If bir ədədin cüt və ya tək olduğu necə yoxlayırıq? 2-yə bölərək qalıq məsələn 1 qalırsa tək, qalmırsa 0-dırsa cüt. Gəlib yazıram ki, number'ı qalıq necə yazır? Qalıq necə tapırdıq? Faizlə. 2-yə böləndə ifin içində həm 2 bərabərlə, həm də 3 bərabərlə şərti yoxlaya bilərsən. Amma 3 bərabərlə yoxlamağın daha məqsəd uyğundur ki, sonradan problem çıxmaz. Deyirəm ki, number'ı 2-yə böləndə 3-dən yazdım. Qalıq 0-dırsa, gəl konsolda yaz ki, indi burada template literaldan istifadə edəcəm, görün. Məsələn, konsolda yazıram ki, number cüt ədəddir. Düzdür. Else-də olacaq isə, gəldim bura. Yazıram ki, number tək ədəddir. Gəl konsolda baxıram. Məsələn, bura nəsə yazdım. Bunu belə verdi. Səhv lazım. Ədəd daxil edin. Məsələn, bura yazıram 25. Q-yə vurdum, 25 tək ədəddir. Gördünüz. Gəldim, məsələn, 22 yazdım. Q-yə vurdum, 22 tək ədəddir. Neynədir? Promptda yazdığımız qiymət gəldim, burada dedim ki, 2-yə böləndə qalıq 0-sa cütdür. 0 olmasa 1 olur, düzdür, onu təkdir. Aydın olur. Tamam. Bir dənə yad saxlayın, burada həm 2 bərabər, həm də 3 bərabərini yoxlaya bilərsiniz. Burada belə bir şeydən, gəlin də login register sisteminə aiddən username ilə password yazın. Burada else if deyilən bir şey var, onu orada işlərəcəm, onu da görün. Gəldim bura. Yazıram let user name bərabərdir
Bir dənə prompt yazıram. Nöqtədən açdım. Yazıram ki, istifadəçi adınızı daxil edin. Bunu biz promptla yazırıq. Bir dənə də let password bərabərdir prompt. Burada da yazıram ki, şifrənizi daxil edin. Bir dənə də özümün username password'unu yazacağım. Yazıram let my username bərabərdir. Məsəl üçün Rufat 100. Bir dənə də öz and let my password bərabərdir. Nəyə görə dırnaq açdım? Çünki promptdan da orada stringdir. 3 bərabərlə yoxlasam error verəcək. Gərək 2 bərabərlə yoxlayayım. Onda dəyərlər yenicə düz olacaq. Ya da bunu number'a çevirməliyəm. İkisindən birini eləməliyəm ki, məsələn, o şeyini. Burada dırnaqçını yazıram. 1, 2, 3, 4, 5 yazdım. Bu mənim real username passwordumdur. Bu da promptdan gələcək. Əgər uzlaşsalar, yazsa məsələn login successful, giriş uğurludur. Əgər username düzdür, password səhvdir, yazsa məsələn password səhvdir. Əksinə olsa username səhvdir. Hər ikisi səhvdirsə giriş ümumiyyətlə yəni olmayacaq. Bunu if ilə yazdım. Gəl yazıram if. Username bərabərdirsə my username və password bərabərdirsə my password-a, onda gəl konsolda alert göstərir. Alertdə yazıram ki, giriş uğurludur. Əks halda burada artıq və yaxud 2 dənə şərt oldu. Ya buydu, ya buydu. Onda if-lə else olur. Burada bir neçə şərt yoxlayacağam. If-in içində else-i açmalıyam. Biləm, olmasa bu olsa, mesela else if gəldim. If-lərə şərt yazırsınız, else if-lərə şərt yazırsınız. Şərt bu mötərizənin içində yazılır, görürsünüz. Amma else-də bir mötərizə yox idi, bayaq gördünüz, ancaq proses olurdu. Else if username bərabərdirsə my username-ə və password bərabər deyilsə my password-a, onda gəl, dinə ki, alertlə şifrə yanlışdır. Təzədən bir dənə else if açıram. Bu dəfə username səhv göstərəcəm. Yazıram username yanlışdırsa, bərabər deyilsə my username və password bərabərdirsə my password-a, o zaman gəl alertlə seçib istifadəçi adı yanlışdır. Tamam, okey. Else-də isə yazıram. Görürsən, else-də artıq şərt yazmıram. Yalnız prosesi göstərirəm. Else-də artıq yazıram ki, alertlər istifadəçi adı və şifrə yanlış. Burada hər ikisi yanlışdır. Okey. Gəl baxın. Əsl username-imiz nədir? Rüfət 100 və parol 1, 2, 4, 5. Həmişə belə olanda bir dəfə səhvə refresh atın. Sonra açılsın. Yazıram Rüfət 100. Oxuya vurdum. Şifrə 1, 2, 3, 4, 5. Oxuya vurdum. Giriş uğurludur. Gəldim, yenilədim. Bura yazıram Rüfət 111. Yanlış yazdım 111. Amma password-u yazsam. 1, 2, 3, 4, 5. Saat yanlışdır. Bu da düz çıxdı. Hə. Sonra gəldim. Rüfət 100-ü düz yazıram. Şifrəni yanlış yazıram. 1, 2, 4 yazıram. Şifrə yanlışdır. Sonra gəldim. Rüfət 10 yazıram. Koda 1, 2, 3 yazıram. Saat və şifrə yanlışdır. İşlədi hamısı bütün kod. Bura kimi aydındır. Tamam. 5 dəqiqə vaxtınız var. 5 dəqiqə başlayalım. Options yox. Qutardı. If else haqqında bu qədər dənə switch keçirəm. Switch yazırsınız bura. Bu da şərt operatorudur. Hərəsinin öz işlənmə yeri var. Switch yazdım. Switch'in yazılış strukturu belədir. Switch yazırsınız. Kənarda 4 bucaq olan şey var. Ona klik edirsiniz, hazır o strukturu verir. If else-dən bayaq dedim ki, həm içini 2 bərabər, həm 3 bərabərlə yoxlaya bilərsiniz. Düzdür. Amma switch yalnız 3 bərabərlə yoxlayır. Yadda saxlayın. Yalnız 3 bərabərlə.
Sağ ol. Switch ayda qısa bir şey göstərəcəm tutasınız. Məsələn, gəldim bura. Hı. Let color bərabərdir. Bir dənə prompt yazıram. Rəng daxil edin. Məsələn, qırmızıdırsa dayan, sağ ol. Yaşıldırsa irəlilə, sarıdırsa hazırlaş. İşıq, svetoforun rənglərini bir dənə bir şey deyəcəm. Burada artıq gəlib if-dəki kimi 3 bərabər, 2 bərabər yazıb şərt yoxlamayasınız. Switch-in öz içinin şərt yeri var ha, key yazılan yer. Ora avtomatik özü 3 bərabərdən arxa planda yoxlayır. Gəlib yazıram ki, color. Burada case-də artıq o 3 bərabərdən sonraki ağzı tutun ki, switch-in sən color yazsa, özü 3 bərabərdən yoxlayır arxa planda. 3 bərabərdir. Burada artıq bərabərdən sonraki hissəni yazacaqsınız. Məsələn, gəlib yazıram ki, burada red. Color reddirsə, gəl onda burada konsolda yaz ki, gözlə. Break deyəcəm. Düşdüm aşağı. Təzədən case yazıram. Burada yazıram. Yaşıl. Yaşıldırsa, konsolda yazıram ki, irəlilə. Sonra bir dənə break qoyuram. Burada nəyə səhv yazdım? 2 nöqtə qoymamışam. Tamam. Sonra gəldim bir dənə case yazdım. Burada yazıram ki, sarı. Sonra keçdim 2 nöqtə qoydum, düşdüm aşağı. Konsolda yazıram ki, hazırlaş. Hazırlaş. Bir dənə də break qoydum, 2 nöqtə düşdüm aşağı. Default nədir? Bayaq if-də else var idi. Olmasa ən axırda bu proses baş versin. Burada da default var. Default da gəlib yazıram ki, konsolda düzgün Məsələn, cümlə yazmasam vaxt etməsin. Error yazıram, bu nə deməkdir? Məsələn, yaşıl, qırmızı, sarıdan başqa nəsə yazsam error çıxsın. Okay. Gəlib baxıram. Buranı yenilədim. Məsələn, bura yazıram yaşıl. İrəlilə işlədi, düzdür. Gəldim bura, qırmızı yazdım. Error niyə çıxdı? Hə, çünki red yazmışdım. Ona görə. Gəldim bura red yazdım. Gözlə işlədi, düzdür. Bura gəldim, sarı yazdım. Hazırlaş işlədi. Və yaxud da qırmızı yazmışdım, yanlış yazmışım, error göstərdi. Kodumuz işlədi. Gəlin switch-in strukturunu başlayalım. Şərt yeri avtomatik 3 bərabərlə yoxlayır. Gəlib burada 3 bərabərdən sonraki hissəni və case-də qeyd edirsiniz, avtomatik. Deyirsiniz break nədir? Break nədir? Məsəl üçün, şərt oxundu, buradakı kodu işlətdi, düzdür? Burada siz break qoymasanız, breakdən aşağıdakı bütün kodlarla gəlib işlədəcək. Onda artıq proqram səhv işləyəcək. Məsələn, gəlib buradan break-i silirəm. Keçirəm red yazdım. Buranı yenilədim. Gəlib red yazdım. Gördünüz. Gözlə, irəlilə, hamısını işlətdim. Ona görə break qoyulur. Break nədir? Yəni, breakdən əvvəlki hissədə kod işləyirsə, ondan sonraki bütün kodları tulla. Bu deməkdir. Aydın oldu. Sual qalmadı məsələn. Dərsimiz bu qədər. Buna aid tapşırıqlar atacağam biraz. Çaşdırıcı şeyləri biraz fikirləşib yazarsın. Maraqlıdır, hə? Hə, şey, işte.